Uşaq ağlayanda ağlamağına görə onu döyməyin. İlk 4 ayı şəhadət verir Allaha. İkinci 4 ayı şəhadət verir, salavat, dua eləyir Peyğəmbər və əhl-i beytini. Üçüncü 4 ayı nə edir? Üçüncü 4 ayı isə ata-anasını dua eləyir. Birinci Allah, sonra əhl-i beyt, məsumlar, sonra gəldi ana-ata, maraqlıdır. Niyə birinci Allah? Çünki oradan gəlib. Niyə ikinci əhl-i beyt? Sanki feyz məcrası olduğu onları görür. Ki, onlar vəsilədirlər, onlar vasitədirlər. Vasitə, vəsilə, mövsəl oradan başlayır. Buradan əməllərimiz vəsilə ilə, vasitə ilə qalxır, oradan da elə vasitələrlə süzülür. Allah mələyi ilə Quranı göndərir. Peyğəmbərə, Peyğəmbərdən mənə. Hadisələr belə gəlir asta-asta. Sənin də əməllərin qalxmalıdır Allahın dərgahına. Burada bir kamil insanın rolu var. İrfanı bir söhbətdir, bir başqa söhbətdir qalsın. Vəsilə, vasitə söhbəti. İlk Allah, çünki oradan gəlib. Daha sonra görür ki, bu məsumlar feyz məcrasıdır. Yəni, əhl-i beyt, məsumlar, Peyğəmbər. Üçüncü də bu feyz və rəhmət ona atası ilə, anası vasitəsi ilə çatdığına görə onları gəlin eləməyə, dua eləməyə. Və belə başlayır asta-asta. Belə başlayır asta.